Hara tökək bu suyu? Baçoka. Baçoka tökək. Mən elə bildim motora tökək ki, motor yəni işləsin də. Motor işləməsin, baçoka tökək. Gedək. Gəl. Motor su ilə işləyirmiş hə. Allah səni saxlasın. Bunu açaq görək. Su töksən problem olmaz deyirsən. Dəqiq olsun, zarafat eləmirsən. Problem yoxdur. Allah səni saxlasın. Da deyirən ki, benzinlə işləyir də. Mən də deyirəm, nə məsələdir? Qara qışqırıq eləyirsən ki, su tök. Kimin? 13-ün maşınıdır. Bəli. Maraqlı bir adı var. Fransuzski. Duster. Renault Duster. Bəli. Və dedin ki, bayaq ki, zəmanətli formada satıram. Neyəm sən bu maşına zəmanət verirsən? İkinci el maşındır da, qurban sənə. Zəmanət deyəndə bu servis maşını olur, servisdə qulluq olunur. Yəni çəkə bilərsiniz servis. Baxın, görün. Ümumilikdə 655 manat sonuncu dəfə avtomobilə maşın sahibi pul qoyub. İç remin, çöl remin, su pompası, nə bilim, raspid val salniki, vanus, qabaq salnik, qurban sizə hazır maşın verirsiniz sizə alıcıya. Yəni son dəfə bazara Zəmanətli gələndə də formada. yağ da dəyişir, texniki baxış sığorta hamısı olunur. 5 yerlikdir, sürətlər qutusu avtomatdır. 1.4 motordur, yoxsa 2-dir? 2 motor. 2 motor, sadə motor. Sadə motor. Qiyməti isə özü desin maşın sahibi. Qiyməti 13.5-dir, 13.500. Real alıcı olsa indirim də olacaq. Bazarın elə bir vaxtıdır ki, istəyirəm ki, alıcılarımız bu maşını alsın. Sən də sat, apar. Yəni belə indi əlim yandı satır. Yəni belə baxış olunan maşına, qulluq olunan maşına. Dostlar, siz yazın nə qədər sayarsınız. Bu maşına bu vəziyyətdə hazır, yəni zəmanətli formada heç bir şeyə ehtiyac qalmayıb da artıq. Bəli. Al sür. Gəl göstərək. Avtomat sürətlər qutusu, kondisioneri var. Kondisioner var. 2 motor sadə. Maşın gündəlik harda olur? Maşın Qubada olur. Özüm bank işçisiyəm. İşə gedib gəlmək üçün götürmüşdüm. Aydındır. Barter təklifi eləmin əzizlərim. Real gəlib canlı maşına baxana, gələndə belə özünüzlə də su götürün. Əgər boğazınız az quruya bilərdi, yəni maşına lap dərindən baxmaq istəyirsinizsə, zəmanət verir maşın sahibi. Buna görə də gəlib maşına canlı baxmağa dəyər. Gəlsin nə qədər pulla? 13 olsun. Bəlkə indi ola bilər bir balaca da nəsə deyər ki, divizyon eləsin bank işçisi. O da baxır adamla. Üzü yolu insandır. İnşallah gəlin maşına baxın. Maşını bir ətraflı göstərək, zəhmət olmasa. Nə dəyişilib bu? Bezdetaldır, nədir? Dəyişilməyib heç bir dəfə. Kraska dəyən yerləri. Xeyr. Əla. Kim istəyirsə əlaqə saxlayın. Məlumat üçün əlaqə nömrəsi qeyd eləyək. 077 556 1508. Bir daha təkrar edək nömrəni. 077 556 1508. Üstündə də belə duqası var. Yəni hər tərəfli əsl elə rayon üçün qəşəng sərfəli maşındır. Üzərində qəşəng şinlər təzə. Al sür, maşın sahibində canına duaçı ol ki, sənə